Qlobal iqlim dəyişikliyi və artan xəstəliklər ənənəvi əkinçilik metodlarını səmərəsiz edir və ərzaq təhlükəsizliyini riskə atır. Bu qlobal çağırışlara cavab olaraq Bakıda ölkəmiz üçün ilk olan bir unikal generasiya otağı yaradılıb. Burada tətbiq edilən xüsusi işıqlandırma və biotexnoloji üsullar sayəsində əvvəllər 10 illiklər tələb edən yeni bitki sortlarının yetişdirilməsi prosesini artıq bir neçə ilə indirmək mümkündür. İqlim dəyişir, xəstəliklər artır, zərərvericilər çoxalır. Belə bir dövrdə yeni bitki sortu yaratmaq 15-20 il çəkirdi. Qida təhlükəsizliyi risk altındaykən dünya ölkələri kimi Azərbaycan da bu prosesi sürətləndirib. Bakının mərkəzində yaradılan bu yeni generasiya otağı isə ölkəmiz üçün bir ilkdir. Bu otaqda yeni bitki sortları yaradılır. Bitkilər 24 saat müşahidə kameraları vasitəsilə izlənilir. LED işıqların dalığı uzunluğu bitkilərin inkişaf mərhələsinə uyğun olaraq tənzimlənir. Məsələn, adi günə baxan 120-150 gün vegetasiya dövrü varsa, bu otağın imkanları sayəsində onun vegetasiya dövrü 75-90 günə indirilə bilir. Önce 22 saat aydınlık zamanında fotosentezi çok arttırıyoruz. Daha sonra da bunu 2 saat gibi sürede köklerine karanlık ortamda vererek bitkilerin vejetasyon süresini yani büyüme periyodunu kısaltıyoruz. İkinci generasiya otağında isə ağ işıq modeli tətbiq olunur. Burada bitkilər üzərində müqayisəli təcrübələr aparılır. Eyni bitkinin fərqli genotipləri yanaşı yetişdirilir ki, fərqləri dəqiq görmək mümkün olsun. Bura həm də çiçəklənmədən sonraki mərhələlərin tədqiqi üçün istifadə edilir. Demək, xüsusi çəkisi olan, xüsusi strateji məhsul olan taxılçılıqda biz bir yenilik edəcəyik və bir daha da bir xatırlatma edim ki, bu təkcə taxılçılığın istiqamətində yeni sortların yaradılması üçün qurulmayıb. Bu, kənd təsərrüfatı bitkilərinin, bütün nə qədər kənd təsərrüfatı bitkiləri varsa bir illik, demək, bitkilərin hər biri üçün bu oda xidmət göstərəcək, hər bir sortun yaradılması üçün bu odada dövrün tələbinə cavab verən imkanlarla hal-hazırda təmin olunduğu üçün yeni sortların yaradılmasını, yeni sortların qısa müddətə alınmasını biz təmin edə biləcəyik. Təbii ki, iş bununla bitmir. Laboratoriyada həm yeni yaradılan sortlar, həm də sahələrdən gətirilən nümunələr üzərində DNT tədqiqatlar aparılır. Analizin özünə gəldikdə isə nümunələr xüsusi borulara yerləşdirilir, metal deyircəklə əzilir, kimyəvi maddələrə qarışdırılır və DNT ekstraksiyası başlanır. Əsasən qohumluq dərəcəsini təyin edirik. Bitkilər arasında bu hibridləşmədə mühüm rol oynayır ki, ata və ana seçilərkən hibrid üçün hansının uzaq qohum olduğunu təsbit edirik. Azərbaycanda ilk dəfə qarğıdalı hibridlərini yaratmağa çalışırlar. Klassik metodla bu proses 10-12 il çəkirdisə, yeni texnologiya ilə bunu cəmi 3 ilə etmək mümkündür. Bizim artıq ilkin hibridlərimiz var və fermerlərə təqdim edəcək. Bu ilk qarğıdalı hibridlər olacaq Azərbaycanda inşallah. Bu metodların alınmış qarğıdalı hibridləri. Gələcəkdə bitkilərin hüceyrə və toxumalarını in vitro, yəni sınaq şüşəsində yetişdirmək planı var. Bu üsul yeni sortların yaradılmasını sürətləndirir. Həm vegetativ yolla çoxalan bitkilərdə virussuz material hazırlamaq, həm də çətin cücərən toxumları in vitro cücərtmək mümkündür. Gələcəkdə gen bankındakı bəzi toxumların cücərmə qabiliyyətini bərpa etmək də mümkün olacaq. Bəyim Mahir qızı, Qadir Əliyev, Aysən Ələkbərova, İTV Xəbər.